Hə, köhnələr, sabahınız xeyir olsun. Mən işə tez gedirəm də, yəni ki, saat 7-yə qalmış. Məndə növbə işidir, işimin saatı uzundur. 7 gün işləyirəm, 7 gün istirahət edirəm. O gün saxladım bir dənə bir təndirxanaların yanında. Dün neysə alım atışdırmaq üçün. Baxıram, görürəm ki, içəridəki olan sexə qapıları açıqdır. Baxıram, görürəm orada belə yekə tasların içinə mənşeyi bilinməyən bir toyuqları yığıblar. Nə üstündə etiketka var, heç nə. Toyuqların da bir neçəsi düşüb yerə. Yanından da işçilər keçirlər ora-bura. Bəlkə belə ayaqları o toyuğu deyir, onu qaldırıb yerinə qoyan yoxdur. Bu bir variant. 2. Keçmişəm bu təndirxanaların gəlib başqasının yanından. Görürəm ki, səhər-səhər bir dənə sınıq salxaq maşında, özü görünür ki, şirket maşını zat dövrə. 2 dənə qaraqora gedə gəldilər, 2 dənə qaraqora gedə. Həmən o təndirxanaya qara belə zibil torbalarında, sasiskanı belə biz zibilliyə tullayan torbalar var. O ilə belə götürdülər, içəri qoydular. Eşidirəm, söhbət çatdı qulağıma ki, orada haqq-hesab gedir. Kilosu 2 manat yarımdan. İndi 2 manat yarımı olan sasiska, görəsən necə sasiskadır? Bir dənə fikirləşin də. Fikirləşin ki, 2 manat yarımı olan sasiska bir o nədəndir? Ətdəndir. Onun 100% yəni vaxtı keçib də o zibildir. Başa düşürsünüz? Bax belə. Belə damı soruşanda, nəsə söz deyəndə başlayırlar ağlaşma qururlar ki, bizim iş yerlərimiz yoxdur, biz işləyirik, babalarımıza çörək yaparıq. Gəlmişsiniz, açmışsınız belə təndirxanalar Bakıda, babalarımıza bu çörəyi yedizdirirsiniz, gələk bizim babalarımızı zəhərləyəsiniz. Biraz şərəfiniz olsun da. İndi mən hələ həmin o təndirxanaların adını çəkmirəm. Sadəcə deyirəm də. Amma hamısının məlumatı bax buradadır. Bu məsələləri gənə mənim gözümün qabağına çıxsa, bir-bir həmən bütün o təndirxanaların bax adını da yayacağım, çəkəcəyəm, göstərəcəyəm hamısını. Çörək qazanırsınız, şərəflə qazanın. Bu qədər, qəlbdən qəlbə.